Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Ötən gün mühüm bir mövzunu müzakirə etdik. Marqarin yağının zərərləri barədə danışdıq. Video 400 min baxıldı və onu göstərdi ki, çox mühüm və ağrılı bir mövzudur. Ətraflı yenə davam edəcəm, amma ilk növbədə xahiş edirəm ki, o üstəgəl düyməsinə basmaqla kim abunə deyilsə kanalımıza abunə olsun. Eyni zamanda da videonu paylaşın ki, daha çox insan məlumatlı olsun. Yazırsınız ki, əksəriyyətiniz imkanımız ancaq buna çatır. Bizim bahalı kərə yağı almağa vəsaitimiz, pulumuz yoxdur və ona görə də məcburuq palma yağı tərkibli, bitki spreydi və margarin yağlarından istifadə edək. Hər birinizə haqq verirəm. Bütün bu yazılan şərhlərlə razılaşdım, amma sizin haqlı olmağınız heç bir məsələn dəyişmir, sizi xəstəliklərdən soyuqlamır dəyərli izləyicilər. Bugün margarin yağı bir daha xatırladıram ki, qan damar sistemində problemlər yaradıb, damarlarımızın damar darlığı yaratmaqla beyin qan dövranını pozur. Alzheimer və demansiya kimi xəstəliklərə gətirib çıxarır. Xərçəng xəstəliyinə, diabet xəstəliyinə gətirib çıxarır. Piylənməyə, qaraciyər xəstəliklərinə, ürək xəstəliklərinə, qadınlarda sonsuzluğa, depressiyaya və ana südü ilə övladını qidalandıran varsa, onlarda da südün keyfiyyətinin dəyişməsinə, nəticədə körpəyə də eyni təsirlərin yaranmasına gətirib çıxarır. İnfarkt riski 3 dəfə artır və son nəticədə biz yenə xəstələnirik. Olan qalan pulumuz da hətta borc xərc edərək, bütün necə deyirlər, hər şeyi sataraq apteklərə, xəstəxanalara ödəmək məcburiyyətində qalırıq. Hamısının səbəbi bizim qidalarımızla bağlıdır. Dəyərli izləyicilər, bunun çıxış yolu odur ki, bizim kimlər ki, rayonlarda qohumları, yaxınları yaşayır, onların ailə təsərrüfatları var, onlara üst tutmaq lazımdır. Köhnə dədə-baba qaydalarımıza qayıtmaqda fayda var. Bugün əksər varlı insanlar, imkanlı insanlar bunu edirlər. Hər bir məhsulunu onlar rayonlardan gətizdirirlər. Həm daha ucuz başa gəlir, həm də keyfiyyətli olur, həm də onlar təkcə qida deyil, hamısı dərmandır və orqanizm üçün çox faydalıdır. Söhbət nehrə yağından gedir, söhbət ağartı məhsullarından gedir, hansı ki, marketlərdə aldığımız ağartı məhsullarının heç birinin tərkibində süd yoxdur, bildiyiniz kimi. Üstündə də yazılır, əgər oxusanız, hamısı quru süddən hazırlanır. Onun saxlama müddəti üçün xüsusi konservatlar vurulur, bitki yağları, palma yağları qatılır onlara və eyni zamanda da dadlandırıcılar əlavə olunur ki, bir qədər də asıllıq yaratsın. Pendirlər, şorlar, yoğurtlar, kəsmiklər hər biri. Yəni şor, pendir, süd, qatıq nə olan şeydir ki, biz ona görə öz orqanizmimizi təhlükəyə ataq. Yağa gəlincə, marketlərdə düzdür, haqlısınız, 25 manata keçib bugün kərə yağı 30-a doğru gedir. Amma bizim yenə deyirəm, o biznes qurumlarına yedirdəcək vəsaitimiz yoxdur və biz onu nə edə bilərik? 18 manata, 15 manata təmiz kərə yağları satılır. Hansı ki, inandığımız insandan təbii ki, almalıyıq. Kərə yağları ala bilərik və ağartı məhsullarımızı, digər kənd təsərrüfatı məhsullarımızı orqanik şəkildə rayonlardan əldə etsək, bu bizim sağlamlığımız üçün daha faydalı olar. Övladlarımızın sağlam böyüməsi üçün, normal boy artımı, normal beyninin zəkasının gəlişməsi üçün bunlar mütləqdir. Çünki bugün yediyimiz margarin yağı nəinki beyinə heç bir xeyri yoxdur, beynin qan işləməsini belə qeyd etdiyim kimi imkan vermir və bir çox xəstəliklərə gətirib çıxarır. Paylaşın və kanala abunə olun ki, daha geniş mövzuların da müzakirəsinə siz də qatılasınız.